Əgər yaşınız 18 plusdursa, deməli bu söhbət sizin üçündür. Bugün biz estetik andrologiya haqqında söhbət aparacağıq. Daha sadə dillə desək, yəni penisin estetikası haqqında danışacağıq. Doğrudur, doktor? Tamamilə doğrudur, amma ayıb deyil. Mənə də çox yazırlar ki, doktor, qadın xeylağıdır, utanmır, penis haqqında danışır. Elə buradan demək istəyirəm ki, bir jurnalist üçün mövzu məhdudiyyəti olmamalıdır. Mən penis haqqında danışmaqdan utanmıram. Doktor, bəs hansı kişilər öz penislərindən utanırlar? Normalda 9 santimin altında olan penis mikropenis adlanır. Və kişi 18 yaşından sonra cinsel həyata girdikdə artıq belə deyək də bir penisindən baxıb ölçüsünü qiyaslamaq istəyir digərlərinin penisindən və əgər penisi onu tatmin etməyəcək durumdadırsa, yəni qısadırsa, qane etmirsə, mütləq şəkildə artıq bir uroloq, bir androloq axtarmağa başlayır. Həm penisin uzunluğu, həm qalınlığı kişilər üçün əlbəttə ki, önəmlidir. Nə qədər bunu özünə problem edir kişilər, doktor? Hətta mən bunu deyim ki, depressiya düşəcək dərəcədə özünə problem edənlər var. Hətta cinsi əlaqə ilə məşğul olmayan kişilər var ki, mənim penisim qısa və ensizdir. Hətta bu səbəbə görə evlənməyən kişilər də olurmu, doktor? Bəli, tamamilə doğrudur. Ümumiyyətlə belə deyək də, depressiya düşdüyünə görə evlənmək söhbəti olan yerdən qaçan kişilər var. Erkən boşalması, penisin qısalığı bu bəzi kişilərin çox böyük problemidir. Penisin ölçüsü bir kişinin cinsi həyatında ciddi bir rol oynayırmı? Mikropenis deyilsə, xeyr. Cinsi fəaliyyətdə əsas rol oynadığı yer cinsiyyət üzvünün özünün fəallığıdır. İstəkdir və cinsi fəaliyyətin olmasıdır. Nə qədər ölçü norma sayılır penis üçün? Normalda Qafqaz kişiləri üçün 13-15 santim arasında bu norma, ortalama norma sayılır. Amma 9 santimin altı üçün bizim üçün mikropenis sayılır. Bəzi ölkələrdə bu norma sayılır. Öz təcrübənizə görə gördüyünüz ən kiçik penisin ölçüsü nə qədər olub, doktor? 7 santimdən daha aşağı olubdur. Neçə yaş olub pasiyentin? O xəstənin 30 yaş üzərində idi xəstə və evlənməmişdi və qadınlardan qaçırdı. Penis qalınlaşdırma, həm penis uzatma etdik. Hal-hazırda xəstəmiz həm məmnundur, həm də həyat fəaliyyətini davam edir. Penisi hansı yollarla uzatmaq olur, doktor? Penisin uzatma yolu tək cərrahidir. Bəzi işləmlər olubdur, vakum terapiyası və yaxud dərman terapiyasından penisin Kremlər də uzatmaq. təklif olunur, bəzən reklamlarına rast gəlirik. Bunların hamısı cəfəngiyatdır. Penis uzatmanın tək yolu penisi gərən bağların kəsilməsi ilə 2-4 santim arasında cərrahi yolla uzadılmasıdır. Qalınlaşdırma da var, yəni dolğu ilə qalınlaşdırma və yaxud qalıcı qalınlaşdırma var ki, xüsusi materiallarla penisi ətrafdan bürüyüb və onu belə deyək də dəri altına fiksə edirik. Bu da qalınlaşdırma dediyim kimi həm cərrahi yolla, həm də dolğu ilə etmək olur. Doktor, cərrahi yolla əgər penis uzadılırsa, bunun penisin funksionallığına hər hansı bir zərəri ola bilərmi? Bəzən bu əməliyyatdan da qorxanlar olur. Əslində qalsa ən çox verilən suallar odur ki, penisə dəydikdə penisin fəaliyyəti itəcək. Xeyr, sadəcə olaraq penisin belə deyək də uzunluğuna dəymiş oluruq. Penisin fəaliyyətinə arteriyaları, yəni mağara cibləridir, fəaliyyətinə təsir edən sinirlərdir. Bunların heç biri zədələnmir. Sadəcə olaraq penis ölçüsünün uzanmasında penisi gərən bağların kəsilməsi ilə olur. Bəzən buna düşük penis deyirlər, düşük penis olacaq. Elə bir şeylərlə rastlaşmamışıq. Düşük penis olması düşüncəsi edilməyən cərrahi əməliyyat və yaxud görülməyən nəticələrə bağlıdır ki, bizim təcrübəmizdə belə bir şeylər olmayıb. Əməliyyat sonrasında xəstənin həm cinsi həyatı yerində olur, cinsi fəaliyyəti, həm istəyi, bunlarla bağlı heç bir şikayəti olmur. Doktor, qeyd etdiniz ki, dolğu vasitəsilə penisi qalınlaşdırmaq mümkündür. Bu dolğu bildiyimiz kosmetologiyada istifadə olunan dolğudurmu? Yəni, qadınların məsələn, dodaq böyütmək üçün istifadə etdikləri dolğudurmu? Yoxsa onun üçün xüsusi bir dolğu var? Tamamilə eyni funksiyanı göstərən hialuron turşusudur. Sadəcə olaraq belə deyək, hialuron turşusunun penislə bağlı ayrı bir
belə deyək də, ölçü vahidi var, dodağa vurulan ayrıdır, dizə vurulan ayrıdır, yəni oynaqlara vurulan belə var. Bunların konsentrasiyası, tərkibi fərqli olur, amma nəticədə hamısı hialuron turşusudur. Müddəti nə qədərdir? Müddəti dolğunun sorulmasına bağlı. Bəzi bədənlərdə 6 aya qədər sorulur, bəzi bədənlərdə 18 aya qədər qalır. Bu, yəni təxmini olaraq 6 ay ilə 2 il arasında olur. Adətən hansı yaş qrupunda kişilər sizə penislə bağlı müraciət edirlər? Penisi uzatmaq yaxud penisi qalınlaşdırmaq? Buna əslində qalsa 18 yaşın üzərində bütün kişilərdən müraciətlər gəlir. Yəni bu penis uzatmaya bağlı 60 yaşında da düşünün müraciət edən də olubdur. Doktor, bəs dolğunun penisə zərəri ola bilərmi? Bütün maddələrin orqanizmə qarşı yan cisim olduğu üçün reaksiyası ola bilər, allergik reaksiyası ola bilər. Həddindən artıq sıx vurulan dolğu işemiya, yəni qan basıncının, ora axan qan miqdarının azalmasına səbəb olar, nekrozlaşma baş verə bilər. Orqanın dərisinin nekrozlaşması, çürüməsi bu şeylərə qədər gətirib çıxarda bilər. Yəni hər bir belə deyək də işləmlərin həm ağırlaşması, həm yaxşılaşması var. Burada da o sıxlıqlı, yəni ağırlaşmalar təxminən 0,3 deyək belə şəkildədir dolğunun orqanizmə reaksiyası. Penis protezlər kim üçündür? Əsasən bu yaşlı adamlarda müraciət olunur və xəstə dediyimiz pasiyentimiz cinsi fəaliyyətini bərpa etmiş olur. Bunun da hər 3 cürəsi var. Bunun mürəkkəb olanı, sadə olanı var, daimi penisin sərt olanı var və yaxud belə deyək, üçlü komponent dediyimiz istədiyi vaxtda cinsi əlaqədən öncə penisi sərtləşdirə bilir xəstə. Cinsi əlaqədən sonra penisi geri öz yerinə qaytara bilir. Burada da penil protezdə qoyulan penil protezdə sadəcə olaraq sünnətin sərtləşməsini biz təmin edə bilirik. Cinsəl istəkdir, digər bir şeylər, bunlar hamısı qalıcı xarakter daşıyır yəni. Bu protezdə digər protezlər kimi geyinilib çıxarılırmı doktor? Xeyr. Yoxsa davamlı olaraq pasiyentin üzərində qalır bu penis protezləri? Penil protezlər ümumiyyətlə kənardan görsənmir. Penil protezlər penisin içərisində olur. Yəni orqanizmin içərisində olur, kənardan kişi soyunarsa görsənmir. Bəs bunun müddəti nə qədərdir, doktor? Ömürlükdür. Yəni istifadə müddəti ömürlükdürmü? Ömürlükdür. Əgər hər hansı bir travma almırsa xəstə, penis sərt olan, yəni o silikonların sərt olan vaxtda travması olmarsa, cırılma baş vermərsə, heç bir sıxıntı yoxdur və ömürlükdür bu. Doktor, bu qədər ki, pasiyentlər sizə müraciət edirlər, sırf penisin görünüşü ilə bağlı, yaxud ölçüləri ilə bağlı. Kişilər bunu özləri üçün, yoxsa qadınlar üçün edirlər daha çox? Əslində qalsa, bunu etdirən kişilərin hər biri öz güvənli olmaq üçün edirlər. Özləri üçünmü edirlər? Özləri üçün edirlər ki, yəni mən belə deyək də bir xanımın yanında bir pis olmayım deyə penisini uzatmaq və penisini qalınlaşdırmaq istəyirlər. O zaman kişilər üçün həyati əhəmiyyət daşıyırmı bu orqan, doktor? Mütləq şəkildə. Belə deyək də, kişilərin əsas maraqlandıran insan orqanizmində isə penis deyərdim. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox sağ olun. Beləcə sizinlə də sağollaşırıq və rəylərinizi yazmağı unutmayın.